Salam. Salam. Bu konserin pultunu tapım. Salam. Hamıya salam. Kanalıma xoş gəlmisiniz. Bugün yeni bir video ilə qarşınızdayıq. Bəli, heç alışkın olmadığımız mətbəx videosu ilə qarşınızdayıq. Sizlərlə bir evdən bir video çəkmək istədim. Sizə kameramda da görünən bu güllərimi göstərəcəm. Hədiyyədir. Çox gözəldirlər. Amma belə problemimiz var ki, bu su tökdüyümüzə baxmayaraq, su tökürük. Hal-hazırda yəni nəmdir də, şeyə belə suludur qabı. Amma bu belə quruyur. Məsələn, bu yaxşıdır, amma bu quruyub. Niyəsini bilmirəm. Niyəsini bilənlər varsa yazsın. Sanki 1 milyon abonəm var. Nəyət uşaqlar, deməli, bugün fettuccine alfredo eləyirik. Və bunu sizinlə paylaşmaq istedim. Həm çox da video çəkmirdim, həm dedim, yəni mənim üçün də yaxşıdır. Elə belə videoda yükləmiş olum, xatirədə qalmış olsun, nəysə. Ondan əvvəl bir şey göstərəcəm. Dırnaqlarıma baxa bilərsiniz. Dırnaqlarım sarı idi, üstü mirvari tozludur, amma bu belə bu gün pərt oldu. Bu olub, bu da heç. Sabah gələcəm, dırnaqlarımı bu qısalıqda öz dırnağıma gəllak eləyəcəm. Həyatımda 2 dəfə də eləyəcəm. İnşallah pis olmaz, nəysə. Roz vrezinimlə saçımı yığaraq başlayacağım. Deməli yemək pişirməyə. Bir dənə sizə mətbəx təməlimi də göstərim. Nasılım? Süper. Və telefonu hara qoyduğumu baxa bilərsiniz. Telefonu bura qoymuşam. Qədrimi bilin. Uşaqlar, özümə yeni bir kamera almışam. Canon G7X Mark 3. Çox gözəldir. Onunla da vloglar çəkə bilərəm. Çox həyecanlandım. Onunla da vloglar çəkərəm. Amma hələ tam başa düşüm kameranı. Sonra çəkərəm. Nəysə, çox danışdım. İndi marketdən aldığım ləvazimatları sizə göstərəcəm. Fettuccine alfredo üçün. Bir qaymaq, yemək qaymağı. Siz istəyirsinizsə balcasını da ala bilərsiniz. Bir porsiya üçün uyğundur. Mən biraz balcadan biraz artıq eləyirəm. Çünki çox kremalı olanda, soslu olanda mən bəyənirəm. Sonra belə bir kaşar pendirimiz var. Bir də xaldenkdə olan mozzarella pendiri var. Ona da biraz qoyacağım. Bunları qoyum. Sonra və toyuq sinəsi. 2 dənədir bu. Burada 2 dənə toyuq sinəsi var. Və başqa nəyimiz var? Başqa bir tənimiz yoxdur. Bəli, başqa nəyə ehtiyacımız var? Makaron bir də. Spagetti istifadə edirəm, amma bu fettuccine alfredo adından da görüldüyü şəkildə fettuccine istifadə olunmalıdır. Mən fettuccine pişirməyi, deyim düzünü, çox bəyənmirəm. Çünki nəsə qalın olur, xəmirini bəyənmirəm də fettuccine makaronun. Ona görə də mən spagettirini eləyirəm. Ya da penne-ini eləyirəm normalda, fərqi yoxdur. Ya spagetti, ya penne, ikisindən birini eləyirəm. Bugün də spagettini eləməyə qərar verdim və çox enerjik, süperik. Başlayırıq. Nə qışra danışıram, bilmirəm. Və sarımsağımız var. Bu da mamam alıb yeməyə qoymaq üçün. Sarımsağımız var, onu da qoyacağıq. Nəsə işıq açıq olaraq çox çirkin görünürəm, amma heç olmaz. Üzümdə heç nə yoxdur. Hətta üzümü silmişəm, salfetka qalıb. Nəysə, bir dəqiqə. Uşaqlar, tez eləyək. Deməli, ilk öncə əlimi... Sonra, bilirsiniz ki, mən ət yemirəm. Ətə də toxunmaq sevmirəm. Amma bilirsiniz, necə bir məntiqim var. Toyuğun sinəsi mən nəsə ət olaraq görmürəm. Qan yoxdur deyə çox. Ayda sifarişim gəlir. İnşallah eyni vaxt çatırım, bir dəqiqə. Əlcəyimizi geyinirik. Kuryer yazdı. Çünki toyuq kəsir. Nə deyirdim? Mən toyuğun sinəsini yəni ət olaraq görə bilmirəm. Çox qan falan deyil deyə, heyvan olaraq görə bilmirəm deyə. O qədər də pis olmuram da, yəni. Amma məsələn, başqa bir yerinə toxuna bilmərəm də. Yəni, həm ürəyim bulan açığı, həm də narahat oluram da. İstəmirəm, xoşum gəlmir. Ay Allah, niyə dünya vegan bir yer deyil? Vegan olmalıyam. Bir həftə vegan oldum deyə bir video çəkin sizə. Həm mənə alışdırma olar, həm çox kökəm. Çox kökəm! Yolun saqqızısı. Çərəkisi. Dilolun uşaqlar. Bir dənə qarpızısı qəşəkdir. Başqa heç nə. Bir də orbitə son vaxtlar salmışam almalısına. Nəsə, saqqız reklamı. Hər cürə saqqız yoxlamışam. Saqqızla bağlı mən istəyirsə məndən soruşa bilərsiniz. Nəysə. Bunu indi belə. İndi nə edirik? Bunun dadı çox pisdir. İndi çaq götürürük. Çaq. Və
bunun içində eləyəcəyik. Toyuğu kəsdikcə bura dolduracam elə. İndi tez 2x'də sizə toyuğu necə, hansı formada kəsdiyimi göstərəcəm. Bir dəqiqə sizə daha yaxın alın. Bəli uşaqlar, 2 dənə sinə ətini doğradım qısa parçalara. İndi bunun altını belə yandırıram. Bunu biraz yağ qoymadan biraz belə pişəcək. Suyunu biraz salacaq. O da Abteldən öyrənmişəm. Abtelə salamlar. Baxın, böyüklük ortalama belədir. Görürsünüz. Bu onsuz da pişəndə biraz da balacalaşır. İndi mən bunun pişməyini gözləyirəm. Biraz bu pişənə yaxın makaronu da qoyacağım qaynasın ki, hardasa eyni vaxtda olsun. Bəli. İndi bir də sifarişlərim gəlir şeyindən bir iki dənə şeysə qızarmışım yağ üçün. Onları da sizə göstərəcəm. Elə yaxşı oldu videoya salaram. Oha, günəşiniz gözəl batıb. Ayda uşaqlar oturmuşdum. Oha, bu niyə belə ağardı? Tez oldu nəsə. Oha, yapışdı. Oha. Uşaqlar vəziyyət çox pisdir. Belə olmalı deyildi. Altını çox yandırmışam. Bir dəqiqə. Uşaqlar, siz mənim elədiyim səhv eləməyin. Biraz çox şey oldu. Deməli, bunu qoymuşam. Fidan, salamlayıram səni buradan. Fidan mənə bir şey atdı. Ona baxırdım. Ona baxana qədər bu yandı biraz. Amma heç də olmaz. İndi uşaqlar, bir 3 dəqiqə falan qaldı da yağın üstündə. İndi buna biraz kərə qoyacağım. Belə qoyun bura belə. Qorxmayın, tökün, çünki dadlı olur. Yəni mən yeməmişəm, amma yeyənlər deyə dadlı olur. Yeyən dadlı olur. Bunu biraz belə tökürük. Belə qarışdırıram. Bu belə olub, belə olmamalıydı. Hətta bu belə pişəcək. İndi buna biraz möcüzə yağı qatıram. Bu daha dadlı eləyir. Bol yağlı uşaqlar. Uşaqlar, indi bunu tökdüm. Bu belə pişir. Belə pişəcək. Balaca parçalar tez pişir. İndi gəldik zorla zor dedik yerə. Duz məsələsi. Duz məsələsində deməli, mən uşaqlıqdan bəri yemək pişirirəm də. Duz məsələsində həmişə problem yaşamışam. Həmişə özümə pişirəndə yaxşı, yəni ət dadına baxa bilmirəm deyə. Dadına baxa bilmədiyim üçün ekstra problem yaşayıram. Çünki bəzi insanlar duz xoşdur, bəzi insanlar xoşlamır, yəni onu tuta bilmirəm də və yeməyə sonradan duz tökəndə dadı pis olur məncə. Nəysə, çox danışdım yenə. Duzu da yəni belə necə deyim, gözə yarı atırıq da, yəni tam ölçək verə bilmirəm ki, tam olaraq gözə yarı atıram. Evdə də yoxlamağa heç kim yoxdur. Nə vaxt çünki gözə yarı atıram, deyirlər ki, duzsuzdur, ona görə gözə yarıdan bir balaca çox atıram. Nəysə, belə indi bu pişir, belə. Pişir. Əlinizdə nə baharat varsa, yeməkdə məncə ən yaxşı şey baharat. Nə baharat varsa vura bilərsiniz. Məndə istiot var, istiot vururam. Məncə yəni nə qədər çox baharatlı, o qədər çox dadlı olur yemək. Yəni mən baharat insanıyam. Biraz da pul biber. Belə. Tökdüm. Bunun suyu çıxdı, narahat olmuruq. Aşağı xodda qoyuruq. Aşağı xodda belə pişəcək o bir 15-20 dəqiqə. Uşaqlar, sifarişlərim gəldi. Çox xoşbəxtəm. Deməli, sifarişlərimdən biri gəlməyib təəssüf olsun. Mən toyuğa baxım. Sifariş, toyuq yanar. Gəlməyib, vurulmayıb, yəni stokda qalmayıb gəlməsə. Amma digərləri gəlir. Sizdən birinə çox həyecanlıyam. Bu nədir belə? Bu nədir? Bu nədir? Bu bir mayodur uşaqlar. Çox gözəldir. Çox gözəldir. Dəhşət ötəsi gözəldir də, yəni. Bu əmdir. Mükəmməl ötəsi bir şeydir. Həqiqətən çox bəyəndim. Bunu qoyuruq bura. Çox gözəldir uşaqlar. Belə tünd mavi bir yubka, yəni mükəmməldir də, düzdür. Bakıda geyinmək üçün uyğun deyil, qısadır. Əslində çox da qısa deyil, yəni mini deyil də, normaldır. Amma yenə də biraz şeydir. Tətil yerləri üçün mükəmməldir məncə. Çox gözəldir.
O yubqanın bir başqa rəngi o qədər gözəldir, təsəvvür edə bilmərsiniz. Hamısını şeyindən almışam bu arada və çox ucuz. Sən baxa bilərsiniz. Mən susuram. Mən susuram. Çox gözəldir, həqiqətən çox. Deməli, bu üst çox maraqlı idi mənə açığı. Bilmirdim necə gələcək. Hələ də əmin deyiləm necə görünər. Belə bir şeydir. Yəni bu burada geyinmək üçün yəni çox uyğundur da, çox gözəldir belə. Gözəldir amma bilmirəm üstdə necə qalır. Sonra ilk paketimiz bitdi. Mən bu şeyinin də bu şeylərin parçalarını çox bəyənirəm. Məncə çox yaxşıdır. Bu nədir? Bu da bir mayodur, bəli. Mayolar ümumiyyətlə çox gözəldir, həqiqətən. Mən bir dənə mayo zakaz elədim ilk dəfə. Bunun bu detalına baxa bilərsiniz. Mən susuram. Çox gözəldir, çox. Amma o biri bundan desin biraz balaca görünürdü. Nəsə deyirdim, yadımdan çıxdı, boş verin. Görün bu nədir? Don. Belə bir donumuz var. Qısa da yaxşı, bu qısa deyil. Belə bir donumuz var. Bəli. Yəni bu detalı mükəmməldir. Bu donun rəngini çox bəyəndim. Sürpriz bir yerə gedəcəm, blok tikəcəm, orada geyinəcəm bunu. Bu nədir belə? Bu üst çox gözəldir. Qorxdum, elə bildim cropdur. Amma crop deyil məncə, ya cropdur bu. Çox narahat olaram crop olsa. Necə yəni? Sən crop ola bilmərsən. Yox, uzundur. Uzundur. Amma gərək yubqada biraz uzun olsun. Uzundur. Crop deyil. Baxın. Siz necə olsun? Nəsə, crop deyil uşaqlar. Koftadır. Sevinə bilərik. Belə koftamız var. Çox gözəldir. Bundan görün nəyi eləmişəm. Hazırsınız o star parçaya. Mənim bir neçə sənə də belə paltarım var. Bunun rozlu dəsti, bir də ağ dəsti var. Onlar da çox gözəldir. Mən sadəcə susuram. Həqiqətən bunlar danışsın. İkinci paketimiz də bitdi. Bunlar töküldü, heç olmaz. İkinci paket. Tez keçirəm. Ayda sarı don. Tez keçirəm çünki yemək var. Bu sarı don çox maraqlıydı. Hələ də maraqlıdır. Çünki bu necə geyinirlər bunu. Belə sarı bir dondu. Bunu açığı əslində çox kaliteli şeylər ola bilmir. Çünki hamısı ucuz şeylərdir. Amma hələ çox bəyənmədim, amma bəyəndim. Biraz çox şey almışam. Belə bir dəst var. Sizə göstərim. Bunu sadəcə pijama kimi falan düşündüm. Belə. Əslində boyu yaxşıdır. Dışarıda da geyinmək olar. Burada yox. Yəni tətil yerində. Belə bir dəsti. Bir dənə də belə tişört var. Sap sadə bir şey deyəm. Pijama niyyətinə almışam əslində. Belə tişört də yaxşıdır. Hamısını qatlayıram. Sonra nəyimiz var? 2 dənə şey, bir dənə mavi üstü. O mavi yufqanı gördünüzsə onunla mükəmməl bir üst. Hazırsınız. Çox gözəldir uşaqlar. Rəngi o qədər gözəldir. Bayıldım. Həqiqətən çox gözəldir. Buradan bir dənə kapaq fotoğrafı götürək. Və son olaraq qara bir dənə body. Görün bu necə də toparlayıcı falan olsa çox yaxşı olar. Bunu istəsəymişəm, dolarmışım. Bunu o qədər də bəyənmədim çünki dartılan material var. Mən də istəsəm daha yaxşı olardı, amma heç olmaz. Bu da belə. Bəli, sifarişlərimiz bu qədər. İndi bunu bir dənə paketə qoyun. Bunların hamısını bilinəcək. Bu da pişir. Uşaqlar, bəli, biraz oturmuşdum. İndi makaronu qaynatmaq vaxtıdır. Belə bir qazan götürürsünüz. Sonra bunun içinə su doldurursunuz.
Doldurdunuz. Bunu indi koyuram qaynasın. Toyuğumuz hazırdır. Uşaqlar, bu sırada da sarımsaq doğrayıram. Bir diş falan, bir diş. İndi sarımsağı buna tökürəm. Biraz da belə pişsin. Deməli bitir, biraz tələsirəm. Vaxtım azdır çünki. İndi krema tökürük. Pendir, mozzarella. Pişir, biraz makaron suyu. Videonu biraz tez bağlamalı oluram bu halda. Neyse, bay bay, sağ olun.